Və həmçinin müalicələrdən təzəkkurul mevt, ölümü xatırlamaq. Ölümü xatırlamaq. Qəfləti qəlbdən qaldıran səbəblərdən ölümü xatırlamaqdır. Ən böyük səbəblərdən biridir. Və min əhəmmi subul mücahədə əl-qaflə və iləcə əl-iktər min təzəkkirul mevt. Demək, ən faydalı müalicələrdən biri də ölümü xatırlamaqdır. Allah Teala buyurur: "Və nufixa fis-suri zalika yevmul va'id." Sur çalınacaq və o gün o hədə günüdür. Təhdid günüdür. Və ca'at kullu nefsin ma'aha sa'iqun və şəhid. Və hər bir nəfs gələcəkdir. Hər bir kəs onunla onu gətirən və şahid də olacaqdır. Laqad kunta fi ghaflatin min hada. Və ona deyiləcəkdir ki, artıq sən qəflətdəydin. Qəflətdəydin. Bu günə qarşı. Fəkəşəfnə ankə ğitaq. Səndən pərdəni qaldırdıq. Fəbasarukəl yevmə hədid. Və bugün sənin qəlbin, sənin gözün hər şeyi görür, itidir. Yəni hər şeyi görür. Bu yəni qiyamətə aiddir. Ata ibn Əbi Rabah İbn Umar radiyallahu anh deyir ki, kuntum ma'a Rasulillahi sallallahu aleyhi ve sellem. Peyğəmbər sallallahu aleyhi ve sellem ilə birgeydim. Fəcəəhu rəculun minəl ansar. Ansarlardan bir kişi gəlir. Peyğəmbər sallallahu aleyhi ve sellemə salam verir və sonra deyir ki, ya Rasulallah, ey Allahın Rasulü, eyyül müminin afdal, müminlərin hansı daha əfsəldir? Qalə əhsənuhum xuluqan. Onların içərisində əxlaqı ən gözəl olan. Qalə fəeyyül müminine əkyəs. Və sonra sual verir ki, onların içərisində hansı daha ağıllıdır? Qalə əksəruhum lil mevti zikra. Onlar içərisində ölümü daha çox zikr edən. Və əhsənuhum limə ba'dahu isti'dadən. Və ölümdən sonraki həyat üçün daha gözəl hazırlaşan ulaikəl əkyəs, məhz onlardır ağıllı kimsələr. Hasan Basri rahimehullah bir dəfə ölüm anında olan insanın yanında olur, o məclisdə iştirak edir və evə qayıtdıqdan sonra ona yemək təqdim edirlər, heç nə yemir. Və deyir ki, mən elə bir mənzərə, elə bir məşhəd, elə bir halla qarşılaşdım ki, ölən günə qədər o hal, o mənzərə üçün hazırlaşacağım. İxlasla.com saytı tərəfindən təqdim olundu.